mən qorxmamadığını da çəkərəm. Yəni, Buyurun, deyin. Çəkinəcəyim də yoxdur. Əli Mirəliyev deyirəm, ay kişi, siz niyə oxuyursunuz? Ayrı vaxt deyirsiniz, mən 76 yaşım var, deyirəm, 76 yaşım var, oxuya bilmirsən. Səs uşu deton. Yəni yerində deyil. Əli Mirəliyev harada? Niyə oxumur? O günlərim çıxmışdı, mənim saytda qabağıma çıxdı. Özü irad tutur ki, klassik bəstəkarların mahnısını oxuyun. Tofiq Quliyevin, Hacıxan Məmmədovun, ondan sonra Oktay Kazıminin, Elza İbrahimovanın, amma özü çıxdı, Pobeda Mebada minmirəm, Moskviçə minmirəm, nə bilim, bilmirəm. Belə mahnılar oxuyur, özü ona irad tutur. O dərəcədə. Əslində olmaz. Düz deyin də ağsaqqaldır. Mən istəmirəm onun xətrinə dəyəm. Şu dəydin xətrinə. Amma onun deməyə o kifayət qədər, yəni haqqı var məncə. Niyə? Tənqid etməyə. Niyə? Tənqid harda var isə? O tənqid edilirsə, birinci tənqid onun özünə aiddir. Özü hər tərəfli, düz deyir, neçə il sənətkarım o demək deyil. Mən də 30 il, 40 il gedim gəlim, o yolda özümə ayaqaltı bir cığır açım, sonra deyim sənətkarım, elə bir şey yoxdur. Zamanında o hansı mahnıları ifa edib, indi siz bilərsiniz? Mən bir-iki dənə mahnısını eşitmişəm, o da elə o vaxtın biraz ara mahnıları kimi sayılıbdır. Ara mahnıları mı ifa edib? Yəni, düzdür, bəstəkar mahnılardan uzunda ifa eləmək elə bir sensasiya, bu belə bir şey deyil ki, o vaxtı müğənni çatışmamazlığı olubdur, özünüz bilirsiniz, Əli Mirəliyevin heç təhsili yoxdur, belə götürəndə. İstəmirəm verilişi gəlib ona həsr eləmək, amma heç kimin ixtiyarı yoxdur ki, mən deməyə. Əli Mirəliyev musiqi təsiri yoxdurmu? Yoxdur. Yoxdur, o da həvəskar olaraq gəlibdir səhnəyə. Sonra elə bir dövr olubdur ki, ehtiyac olubdur ansambldan nəyə görəsə, nəyəsə xətrinə. Amma kifayət qədər bəstəkar mahnıları. Amma səsi olubdur. Kifayət qədər bəstəkar. Hansı mahnılarını bilirsiniz Zeynul? Kifayət qədər mahnıları, hansı mahnılarını bilirsiniz? Ən məşhuru o bir dənə sonra gündəm oldu, Yaraşaydı mahnısıydı, onu bilirəm. Amma bəstəkar mahnılarını müraciət edib onu bilirəm. Repertuarında kifayət qədər... Bir-iki müğənni ilə oxuyubdur, yəni xanım müğənnilərlə, onlarla biraz uğur qazanıbdır. İndi deyəcəm, o xətrinə deyəcəm, o da mənim xəsiyyətim bilir ki, mən sözümü deyən adamam. O da sözünü deyən adamdır. Sözünü də deyirəm. Burada danlası heç nə yoxdur. Nə var ki burada? Əli Mirəliyev haqqında Talih Yəhyayev kifayət qədər sərt açıqlamalar etdi. Mən əminəm, xoşuna gəlməyəcək. Yox, xoşuna gəlsə də gəlməsə də nədir? Sözü yalandan demək olmaz ki, yəni sözün düzünü deyirəm. Burada harda qəbahət var ki?